Keçən ilin payızında Çoban Məmmədin sürüsündə 500 qoyun var idi. Bu il sürüdə 150 baş artım olmalıydı. 150. Yoxlama zamanı sürüdə 100 baş heyvanın çatışmadığı aşkar edildi. Məsələdə soruşulur. Bu il sürüdə neçə baş qoyun qalıb və neçə baş olmalıydı? Qarayev, bura gəl. Məsələnin şərtlərini ucadan təkrar elə. Çoban Əhmədin. Yox. Əhmədin yox, Məmmədin. Hə, Qarayev? Hə? Çoban Məmmədin Sürüsündə 500 qoyun var idi. Hə? Amma sürüdə 100 qoyun əksilmişdi. Hə? Axı niyə? Hə? Siz özünüz deyirdiniz ki, 150 artım olmalıdır. Bəs onda bu 100 qoyun necə oldu? Mən nə bilim, necə oldu? 500, 150, 100... Kitabda bizdən başqa şey soruşulur. Deməli sürüdə 150 qoyun artmaq əvəzinə 100-ü əksilib, hə? Düzdür, afərin. İndi bizdən nə tələb olunur? Tapmaq, Nəyi tapmaq? ferma müdürünü. Ha, düzdür, ferma müdürü... Yox, Qarayev, müdürü yox. Biz sürüdə qalan qoyunların sayını neynəməliyik? Tapmalıyıq. Sonra neynəməliyik? Prokuroru çağırmalıyıq.